Salam dostlar, necəsiniz? Bugün mən sizə toxumdan yetişdirdiyim geranlarımı göstərmək istəyirəm. Biri də orada, ikisi yadımdan çıxdı, gətirmədim stolun üstə. Baxın, qara yarpaqlı geranımdır. Baxın, toxumdan yetişdirmişəm. Bir ay bundan əvvəl əkmişdim. Görürsünüz, bir yandakı da. Bir yandakı nədir? Nəsə ya çiçəkdir, ya da tut ağacıdır. Toxumu düşüb yəqin. Burada da yenə tut ağacıdır, nar ağacının toxumu düşüb. Burada da geranımdır. Baxın, yarpaqları. Baxın, 3 dənə qaba 3 dənə əkmişdim. Ola bilər yaxşı toxum olmayıb. Baxın, bu indi çıxır. Bu izi çıxıb. Bəlkə də o birisi də çıxacaq, bilmirəm. Burada da yenə. Baxın. Hamısı qara yarpaqlıdır demək olar çıxanların. Hələ indidən bilmək olmaz da, böyüyəndə biləcəyik hansıdır rəngindən. Yəni çiçək açanda bilinəcək inşallah. Bir il bundan əvvəl də yetişdirmişdim o short videoları, nə bilim belə videolarını sizə çox paylaşmışam, orada da göstərmişdim. Yəni toxumdan da çox gözəl yetişdirmək olur. İlla ki toxumu tutasınız, geranda düzdür, biraz uzundur, səbr işidir. Uzun çəkir. Amma ki yetişdirmək olur. Məndə çox gözəl mənə çiçəklər verir o toxumdan yetişdirdiklərim. Baxın, burada da dostlar toxumlarıdır. Gətirib açdım, göstərəm sizə. Keçən tutduğum toxumlardır. Yəni ola bilər ki, mən bura hərəsinə üçün qoymuşdum. Ola bilər toxum yaxşı, məsəl üçün boş olub. Məsəl üçün biri tutub, ikisi tutmayıb, ya dərinlikdə olub, çıxa bilməyib, bilmirəm. Burada da ikisi çıxıb, bu indi çıxır hələ. Bu amma çıxıb, əməlli bilinir ki, gerandır. Bu amma yavaş-yavaş çıxır. Hər qaba 3 dənə qoymuşdum hər dibçəyə. Baxın, bunun toxumudur, geran toxumu. Görürsünüz? Görürsünüz, bax bu. Bunlar tez uçuşur. Gərək belə yetişəndə götürəsən ki, külək uçurub aparmasın. Baxın, bu geran toxumudur. Rəhbərəkdir, yəni hərəsi bir rəhdir. Mən ona görə başqa-başqa kağızlara qoyub yazmışam. Baxın. Baxın, bu geran toxumu bilməyənlər üçün deyirəm. Bu belə rəngi, belə olur toxumu. Görürsünüz? Bu bir toxumdur. Bax, bu əlimdəki bir toxumdur. Bu 2. Bax, belə toxumlardır. Bax, bunları əkirik. Bax, belə bizə gözəl geranlar verir. Burada da var. Baxın. Hətta belə biraz yarpağı sonundan özünün çiçəyinin ləçəyindən özüm belə qoymuşam ki, bilim ki necə rəngdir. İndi bax, bunun toxumunu necə eləyirik dostlar? Bir dənə qabda sizə göstərim. Əkəndə gətirmişəm qabı belə. Torpağı yadımdan çıxmışdı. Torpağını sizə deyim, necə torpağa əkirəm. Bağça torpağıdır, bir də yanmış heyvan kövrəsidir. Toyuq kövrəsi də ola bilər, mal kövrəsi də ola bilər, yəni inək. Baxın, bunu qarışdırmışam mən uji. Amma çox qoymursunuz, toxumu yandıra bilər. Kifayət belə, yəni ki götürüb belə kifayət qədər tökmüşsünüz də, yəni az. Haradasa bir belə balaca ovucum qədər. Qarışdırırıq qəşək-qəşək. Görürsünüz toxumları. Bir dənə götürün, baxın. Mən istəyirəm fərqli-fərqli, hərəsi birindən olsun. Baxın. Belə. Qoyduq torpağa. İndi sonra bir dənə bundan götürmək istəyirəm. Baxın, inşallah tutar, bismillah. Bunu da belə qoyuruq. Sonra bir dənə bundan götürürəm. Bunu da belə paylaşırıq. Əkirik bura. Sonra üstünə, indi mənim əlimdə yoxdur. Üstünə də torpaq tökürük dostlar, biraz, az hissədə. Yəni bura gətirməmişəm daha su torpaq. Kameranı bağlayayım. Dostlar, bax getdim torpaq gətirdim, buna da əkəcəm. Belə torpaqdan biraz, bir balaca. Belə sərpişdirir üstünə.
sərpişdiririk. Toxumların üstü örtülsün, torpağa tutunsun. Ondan sonra buna deməli su veririk. Əgər torpağımız nəmdirsə, az su veririk. Yox, əgər qurudursa, yetərincə su veririk qəşəng. Ondan sonra qoyuruq yarı kölgə yerdə. Hardasa 4-5 saat günəş tutan yerdə. Orada bir həftəyə çıxacaq. Yavaş-yavaş çıxıb bunlar şəklində alacaq bu belə. Gözəl-gözəl olacaq. Burada getdim, gətirdim. O birisi də buradadır belə. Bunlar da çıxıblar. Görürsünüz? Bu artıq şeylər deyil, nə qədər nə otlardır. Bunları yolmuşam, atmışam. Neçəsini yolub atmışam. Yəni belə otlar da çıxanda peynə görə çıxır 100%. Bunları da yolun ki, mane olmasın. Yolub atmışam. İndi bunları da sizə birini göstərdim ki, görün necə əkirəm. Bu toxumları da inşallah yenə əkəcəm. Bu biri dipçəklərimə boy olsun. Bəlkə də artırıb satdım. Yaxşı dostlar, bugünkü videomda bura qədər sağ olun. Yeni videolarda görüşərik inşallah. Umarım sizin üçün faydalı video oldu.